hemen bu yer Beynül Hərəmdir. Yəni bunu hamı bilir. Beynül Hərəmdə qarşı tərəfdə İmam Hüseyn əleyhissalamın hərəmidir. Burada isə Əbəlfəz ağanın hərəmi. Yəni bildiyiniz kimi Ərbəyin vaxtı burada çox dəhşət bir sıxlıq olur. Yəni biz neçə gündür buradaydıq, hərəmdə idik. Burada çox az adam var idi, çox rahat, yəni hərəkət eləmək olurdu, çox rahat ziyarətə girmək olur. Artıq bugündən başlayaraq zəvvarlar çoxalır. Yəni çox azdır. Ərbəyində insan seli olur da, burada demək olar ki. Və hərəmlərə girmək çox çətinləşir, həddindən artıq. Əsasən də Əbəlfəz ağanın hərəminə girmək çox çətinləşir. Ona görə də mən sizə elə bir dənə yer göstərəcəm, elə bir qapı göstərəcəm ki, yəni həmin qapını demək olar ki, çox zəvvar tanımır. Yəni o qapını əsasən tanıyan yerli cəmaatdır. Mən də istəyərəm ki, gələn zəvvarlar, bu videoya baxan, Ərbəyinə gələn zəvvarlar hamısı bu videodan faydalansın. İnşallah ki, mənə də dua eləyərsiniz. Həmin qapını mən sizə göstərirəm inşallah. Bax, yenə də deyirəm, Əbəlfəz ağanın həyətinə girildi bu hərəmdə. Üzü sol tərəfə hərəkət edir. İndi mən sizə hamısını açıq, aydın şəkildə göstərəcəm. Deməli, sol tərəfə hərəkət elədi, gəldi, çatdı. Assalamu aleykə ya babal həvaic qapısına. Və gördüyünüz kimi, və burada da açıq aydın bir yer var, bax görürsünüz. Yəni arabaların olduğu bir yer. Bax gördünüz 5. Burada da belə qapı var, çıxış. Bu qapıdan çıxdınız. Bax çıxdınız yoldur. Hətta siz hərəmin həyətinə girməmişdən də bu yoldan gələ bilərsiniz. Gördünüz. Bax bu tərəfə döndünüz. 29-cu əmud. Əbəlfəz ağanın hərəminin yanında. 29-cu əmud. İndi yenə davam edirik. 29-cu əmuddan həmin o arabalar, bax həm uşaq arabaları, həm əlil arabalar, bax yanından döndünüz, düz yol gedir. Görürsünüz, burada zəvvar da azdır. Düz gedirsiniz irəli. İndi göstərəcəm inşallah. Bax gördüyünüz kimi sağ tərəfdə hərəmdir. Bax gəldiniz, bax birbaşa Əbəlfəz ağanın, bax bircə dəqiqə göstərirəm sizə. Bax hətta zirək görsənir. Gördünüz? Həmin bu yer. Yaşa, bax bu qapıdan içəri girirsiniz. Bura əsasən xəstələrin girdiyi bir yerdir də. İndi inşallah keçək içəri. Orada təftişdən mən saxladım. Bax indi gördünüz. Bax birbaşa gəldim, girdim hərəmin içinə. Yəni çox asan, çox bir rahat bir yer. Birbaşa. Bax gördünüz, çox rahat bir yerdir. İnşallah ki bu videodan faydalanarsınız. Məni də dualarda yad edin. Allah hər anın ziyarətin, duaların, ibadətlərin qəbul eləsin. İnşallah.